Uşaqlar, bu gün çox önəmli bir yerə gedərik. Haraya ata? Bibi Heybət ziyarətgahına inşallah. Bəs o kimdir? O Peyğəmbərimiz Salavatıllahın ailəsindən olan İmam Hüseyn Kazım əleyhissalamın qızı, İmam Rıza əleyhissalamın bacısı Həkimə xanımdır. Rəhmətli nənəm həmişə deyərdi ki, Bibi Heybət ziyarətgahına gedin. Çünki o bizə Əhl-i əleyhissalamın əmanətidir. Değerli dinleyiciler, Son Ümid Radyosu'nda Tarihi Değerler rubrikasında sizinle Mahir Mirişli olacak. Bakı'nın Bibi Heybət kəndindəki Bibi Heybət ziyarətgahı haqqında qısa məlumat. Tanınmış İslam alimi Əllamə Məhəmməd Baqir Məclisi də özünün Biharul Ənvar adlı dəyərli əsərində Həkimə xanım əleyhissalamın İmam Musa Kazım əleyhissalamın qızı olduğu və onun Bakı şəhəri ətrafında dəfn edildiyini bildirmişdir. Bu müqəddəs məkan və gözəl memarlıq kompleksi 1937-ci ildə dağıdılmış, Azərbaycan müstəqillik qazandıqdan sonra yenidən bərpa edilmişdir. 19-cu əsrin ən görkəmli şəxsiyyətlərindən biri olan Azərbaycan xalqının şairə qızı Xurşudbanu Natəvan ailə qurduqdan sonra bir müddət övladı olmur. O, Bibi Heybət pirinə nəzir edərək əhd edir ki, əgər övladı olsa, pirə yol çəkdirəcək. Xanımın nəziri qəbul edilir və övlad sahibi olur. Öz əhdinə sadiq qalan xan qızı pirə yol çəkdirir və övladını qucağına alıb nəzir dediyi yolla da pirə gəlir. Bugünlük bu qədər dəyərli dinləyicilər. Sağ olun. Salam olsun sənə ey Allahın Rəsulunun qızı. Salam olsun sənə ey Fatimə və Xədicənin qızı. Salam olsun sənə ey Əmirəl-Möminin qızı. Salam olsun sənə ey Həsən və Hüseynin qızı. Salam olsun sənə ey Allahın vəlisinin qızı. Salam olsun sənə ey Allahın vəlisinin bacısı. Salam olsun sənə ey Musa İbni Cəfərin qızı. Allahın rəhməti və bərəkəti olsun sənə. İlahi qəbir əhlinə sevinç göndər. İlahi bütün fəqirləri zəngin et. İlahi bütün acları doyuzdur. İlahi bütün paltarsızları geyindir. İlahi bütün borcluların borcunu qaytar. İlahi bütün qəmlərə son qoy. İlahi bütün qəribləri vətəninə qaytar. İlahi bütün əsirləri azad et. İlahi bütün xəstələrə şəfa ver. İlahi yoxsulluğumuzu öz zənginliyinlə aradan apar. İlahi pis halımızı öz yaxşı halınla əvəz et. İlahi borclarımızı ödə. İlahi övladlarımızı əməli salih qərar ver. İlahi əskərlərimizi qoru. Amin Rəbbil Aləmin.